Əvvəlki Məclis Qarabağ vilayətinin 1363-cü ilin yazın əvvəlində Novruz bayramından bir gün keçmiş tək Ramazanın qışlarında vaqe olur. Şərəfnizə xanım ikinci damda ahəstə göndərəyir. Kiçik bacısı Gülçöhrə onda niyə ağladığını soruşur. Bacı ne olur? Niye ağlıyorsan? Hiç ne olmuyorsan çık git. Ne olmay kız niye ağlıyorsan? Bilmiyorum bana bacım oturup ikinci damda ağlıyor. Gel gidip göreyim ne meseledir. Şeref mi sen? Ağlamak nedir? Niye ağlıyorsan? Allah'a şükür atansa, anansa. Güzel görecek anaklığında gözlüğün kabağında. Yemeğin bol, yeğenin bol. Yakın niye ağlıyorsan? Ana vallahi ağlanırdım. Şükürler olsun. Atam sağ, anam sağ. Ne kadar kârlıyım. Yaxşı, bəs niyə demirsən ki, adaxlımda gözünün qabağında? Adaxlım kimdir? Bu ev nə danışırsan ay qız? Necə yəni adaxlım kimdir? Və sənin oğlu Şahbaz kimin adaxlısıdır? Atan 20 gündən sonra sizə bir toy edəcəkdir ki, bütün səsi Qarabağ'a yayılacaq. Uy, anam ne söyleyir? Şahbaz Necə gəlir Şahbaz gedir? Şahbaz hara gedir? Kimdə gedir? Kim dedi sənə bunu? özü. Yaxşı da görüm bu hara gedir? Ne bileyim Frenge mi, Paris'e mi? Adı batsın dilimde yoğuşmuş. Yaxşı, bu Paris səfəri kimlə gedir? Qonağımız Mr. Jordan ile. O bizim çox-çox döşəmisi Jordan. Onun nə tazıqdır Paris səfərində? Ne bileyim hiç uşaqdır. Beyni sağdır ki Mr. Jordan Paris'e gələn qızlar yüzləri açıq məclislərdə oturub dururlar. O deyir ki, mütləq gelin, oranı görün gəlin. Əgər əmdən rüsxat istəyəcəm. Əmim icazə verdi. Vermədi, atım benim Arazotaya ki, keçən kimi çıxıb gedəcəm Paris'ə. Yaxşı, Alqaz, Gülçöhrə, git Şahbazı çaxa görün, bu necə məsələdir? Şahbaz! Ay Şahbaz!